Tez-tez imtahanlara, sınavlara düşən belə bir sual verilmişdi. Sualda deyilir ki, ABC bir-birindən fərqli natural ədədlərdir. Bu ifadə 11-ə bərabər olarsa, B plus C bölünsün A plus 1 ifadəsini tapmaq bizdən tələb olunur. İlk öncə bizə məlumdur ki, 11 sadə ədəddir və yalnız 11-in 1-ə hasili şəklində və yaxud da 1-in 11-ə hasili şəklində yazmaq olar. Onda verilmiş bu mötərizələrdən A plus B plus C A minus 2-dən böyük olduğundan A plus B plus C'yə 11, A minus 2-yə isə 1 deyə bilərik. Onda gətirib yaza bilərik ki, A minus 2 bərabərdir 1, A bərabərdir 3. Digər ifadədə isə A-nın yerinə 3 yazsaq, 3 plus B plus C bərabərdir 11, B plus C bərabərdir 8. Bizdən isə B plus C bölünsün A plus 1 tələb olunur. B plus C-ni gətirib yazsaq, 8 bölünsün, A-mız isə 3-ə bərabərdir. 3 plus 1, yəni 8 bölək 4, 2-yə bərabər olar, C var.